Salam, bugün biz skalyoz xəstəliyi haqqında qısa məlumatlar vermək istərdik. Eyni zamanda da xüsusən valideynlərimizə bəzi məsləhət vermək istəyirik ki, biz nəyə fikir verməliyik ki, vaxtında uşaqlarda bu xəstəliyi müəyyən edək, effektiv müalicə edək. Ümumiyyətlə skalyoz xəstəliyi nədir? Skalyoz zamanı onurğa həm yana əyilir, həm də öz oxu ətrafında burulur. Bu hansı səbəbdən baş verə bilər? Skalyozun bir neçə növləri var. Məsəl üçün konjenital skalyozda bu əyriliklər onurğada anadan gəlmə olan qüsurlarla bağlı olur, hemivertebra ilə bağlı olur, digər qüsurlara bağlı ola bilər. Neyromuskulyar skalyoz zamanı bu nevroloji xəstəliklərlə bağlı olur. Serebral palsi vaxtı ikincilik yarana bilər. Amma ən çox müşahidə olunan əyriliklər, ən çox müşahidə olunan skalyoz növü idiopatik skalyozdur. Hansı ki, konkret bir səbəbi bilinmir, amma bir neçə səbəblərə görə bu xəstəliyin inkişafına təkan verilə bilər və nəticədə kobud deformasiyalara gətirib çıxara bilər. Skalyoz ümumiyyətlə ən çox 8-18, 10-18 yaş arasında uşaqlarda inkişaf eləyir, gizli inkişaf eləyə bilər, kobud deformasiyalara gətirib çıxara bilər. İlkin mərhələlərdə əgər bu daha çox estetik əyriliklə özünü biruzə verir, daha irəli getmiş mərhələlərdə artıq daxili orqanların sıxılması müşahidə oluna bilər. Ürək, ağciyər fəaliyyəti pozula bilər və buna görə də skalyoz xəstəliyin vaxtında erkən diaqnostikası çox vacib bir məsələdir. Skalyoz ümumiyyətlə necə müəyyən edilir? İlk olaraq təbii uşaqları fiziki müayinə eləyirik, fiziki müayinə aparırıq və bu məsələdə biz bəzi nöqtələrə mütləq fikir verməliyik. Uşaqlarda mütləq olaraq çiyinlərin səviyyəsinə, kürəklərin sağ və sol tərəfdə simmetrik olmasına, qabarıqlıq olmaması, bel həddi bir tərəfdən daha da dərin ola bilər, bir tərəfdən daha yastı ola bilər. Çanağın sağa ya sola əyilməsi baş verə bilər. Mütləq bu asimetrik nöqtələrə fikir verin. Ona görə biz valideynlərə məsləhət veririk ki, onurğanın sağ və sol tərəfi mütləq müşahidə edin. Baxın, əgər burada hansısa bir asimetriya varsa, mütləq uşağı həkimə aparın, çünki bu skalyozun əlaməti ola bilər. Ən çox hansı hallarda bu müşahidə olunur? Valideyn gəlir və deyir ki, mən uşağı çimizdirəndə fikir vermişəm ki, bir kürəyi qabarır, bir kürəyi aşağıdadır ya da yuxarıdadır. Dükanda paltar alırdı. Gördük ki, paltar simmetrik bədəndə deyil, bir tərəfdən daha yuxarıdadır, bir tərəfdə daha aşağıdadır. Yəni bu asimetrik simptomlara, əlamətlərə mütləq fikir verin. Uşağa baxanda sadə testlər aparırıq. İlk və ən sadə aparılan test Adams testidir. Uşaq qabağa əyilir və biz onurğada sağ və sol tərəfə fikir veririk. Qabarma müşahidə oluna bilər. Bu qabarma nəyə görə baş verir? Skalyoz zamanı dediyimiz kimi onurğa həm yana əyilir, həm öz oxu ətrafında burulur. Ona görə döş qəfəsinin qabırğaları da burur və biz bu qabarmanı Adams test zamanı görürük. Əgər belə bir şübhə varsa, biz uşağı renginə aparırıq və artıq rengində dərəcədən asılı olaraq skalyozun neçənci dərəcəsi olduğunu bilirik, rotasiyanı ölçürük. Uşaqda böyümə zonaları var. Böyümə zonalarının bağlı ya açıq olmasını, sümüklərin, yəni bağlanmasını, onun hamısını rentgenin vasitəsilə biz öyrənə bilirik. Və dərəcədən asılı olaraq, yaşdan asılı olaraq müalicə taktikası seçilir. Burada mütləq müalicəvi idman lazımdır. Yəni uşaqların müalicəvi idmanı şrot üsulu ilə, seans üsulu ilə ya da müxtəlif kombinə edilmiş kompleks üsulu ilə aparılır. Bəzi vaxtlar müalicəvi korsetlər yazıla bilər və irəli getmiş mərhələlərdə artıq təbii cərrahi əməliyyat tələb olunur. Cərrahi əməliyyat da mürəkkəbdir, travmatikdir və ona görə də mümkün qədər təbii əməliyyatsız müalicəyə üstünlük verilir və bunun üçün erkən diaqnostikası çox vacibdir. Beləliklə skalyoz haqqında qısa məlumatlar bu idi. Özünüzə yaxşı baxın, sağlam olun. Diqqətinizə görə təşəkkürlər.